Bismillahirrahmanirrahim. İmam Hüseyin əleyhissalamın aşurəsinin hədəfi insanların xoşbəxt olması üçün idi. İnsanların xoşbəxt olması üçün zaman kəsiyi var. Həmən zaman kəsiyindən hər kəs düzgün istifadə etsə xoşbəxt olar. Birincisi, uşaqlar valideynlərinə itaat edərlərsə, onlar xoşbəxt olarlar. İkincisi, yenə şagirdlər müəllimlərinə itaat edərlərsə, xoşbəxt olarlar. Üçüncüsü, xanım və bəy bir-birinə qarşı mehriban olarlarsa, o evdə xoşbəxtçilik olar. Dördüncüsü, müdir və işçi arasında balanslar düzgün olarsa, burada da xoşbəxtçilik olar. Beşinci amil hər bir kəsə aiddir. Bəndə və Allah arasında münasibətlər düz olarsa, bəndə xoşbəxt olar. Bəndənin xoşbəxt olması üçün Allahın insanlığa qoyduğu qanunlara bəndə Allah istəyən kimi əməl edərsə, həmən bəndə xoşbəxt olar. İmam Hüseyin əleyhissalamın da hədəfi bu idi ki, insanlar Allahın istədiyi qanunlara əməl eləsinlər və xoşbəxt olsunlar. Bizi Allah öz məhəbbətindən yaradıb və bizi də xoşbəxt görmək istəyir. Selamun aleykum və rəhmətullah və bərəkatuh.